Bugünkü mövzumuz mürəkkəb tamamlıqdır. Kompleks objekt və daha çox şagirdlərin testdə səhv etdiyi məqamlara diqqət edək bugün. Mürəkkəb tamamlıq ümumiyyətlə ingilis dilində bilirik ki, var sadə tamamlıq, var mürəkkəb tamamlıq. Sadə tamamlıqdan mürəkkəb tamamlığı fərqləndirmək üçün tamamlıq funksiyasında olan söz, yəni o obyekt əvəzi ola bilər, adı qaldı ism ola bilər, insan adı ola bilər, qeyri-müəyyən, təyini və ya inkar əvəzlikləri, yəni törəmələr də belə ola bilər. Hətta adı qaldı olan hər hansı bir isimdə obyekt forma tamamlıq funksiyasında ola bilər. Və tamamlığın hər iki tərəfinə diqqət edin. Əgər hər iki tərəfdə feil varsa, o zaman o mürəkkəb tamamlıqdır. Və mürəkkəb tamamlığı yazarkən hər zaman diqqətli olun. Birinci tərəfdə olan feil hər zaman ikinciyə zəmin yaradır. Yəni biz birinci tərəfdə olan feili istənilən zamanda da yaza bilərik, yəni zamana görə dəyişə bilərik, amma İkinci tərəfdə olan feili isə birinci feilin tələbinə görə istifadə edirik. O zaman biz feilləri 3 qrupa aid edirik, 3 qrupa bölürük. Birinci kateqoriyada let make feilləridir. Biz cümlədə harda let make görürüksə testdə, o zaman ondan sonra yalnız biz 0 yəni o deməkdir ki, və 0 feilin heç bir şəkilcə qəbul etməyən forması. Yəni sadə feillər. Tutaq ki, cümləyə diqqət edin. She makes Tom read at a lesson. Və buradakı Tom bizim mürəkkəb tamamlığımızdır. Çünki sağda read, solda isə make feilini görürük. Və fikir verin, birinci tərəfdə makes indiki zamanda olan S şəkilçisini qəbul edib, amma biz ikinci tərəfdə olan feili isə read feilini make-in tələbinə görə vermişik. Make məcbur etmək, let icazə verməkdir. She makes Tom read at a lesson. O Tomu dərsdə oxumağa məcbur edir. Nəyə məcbur edir? Dərsdə oxumağa mürəkkəb tamamlıqdır. Və burada biz she makes Tom to read və ya da reading və ya da read şəklində heç bir halda verə bilmərik. Yəni şəkilçisiz sadə feillər. İkinci tərəfdə let də buna aiddir. Çünki let make hər ikisi sıfır alır. She lets Tom read at the lesson. İkinci cümlədə də Tom mürəkkəb tamamlığımızdır. Sağ solda feil görürük. İkinci tərəfdə olan feil read feilini let'in tələbinə görə işlədirik. Let sıfır alarsa biz məsələn she lets Tom to read, reading və ya da read şəklində heç bir halda işlədə bilmərik. İkinci cümlədə də otomağa dərsini oxumağa icazə verir. Nəyə icazə verir? Dərslərini oxumaq. Artıq burada mürəkkəb tamamlıqdır. İkinci qrup feillərimiz isə hiss həyəcan bildirən, əqli zehni qabiliyyət bildirən feillərdir. Onlara see görmək, watch izləmək, notice feel hiss etmək, hear eşitmək, observe müşahidə etmək bu feilləri daxil edirik. Bəs mənim sadaladığım ikinci qrup feilləri görərkən testdə o zaman onlardan sonra ya ing fikir verin və qaydada da qeyd olunub. Ya da sadəcə 0, yəni V0 ing. Biz bu feilləri təbii ki, şagirdlər mütləq şəkildə əzbərləməliyik ki, testdə daha doğru məqsədə çata bilək. Və cümləyə diqqət edin. She sees Tom read at the lesson. Və burada Tom mürəkkəb tamamlıqdır. Hər iki tərəfində feil var, əvvəldə qeyd etdim. İkinci tərəfdə olan feili biz birinci tərəfin tələbinə görə yazmışıq. She sees Tom read. Çünki see, görmək, hiss həyəcan, əqli zehni qabiliyyət bildirən feildir. Ona görə ikinci tərəf feilin sadə və yaxud da qeyd etdik ki, bu feillər iki cür tələb edir feili. Ya 0 birinci cümlədəki kimi, ya da ing-li. Və ikinci cümlədə də she sees Tom reading and the lesson ifadəsi doğrudur. Əgər biz birinci və ikinci kateqoriyanı doğru şəkildə əzbərləsək, mütləq üçüncü kateqoriyanı daha rahat şəkildə testə yaza bilərik. Üçüncü kateqoriyada bu qaydaya tabe olanlar, yəni bu bölümə aid olanlar hər zaman feili to ilə qəbul edirlər. Yəni to-lu məzdər alırlar. O zaman diqqət edirik. Bu feillərimiz cədvəldə gördüklərimiz want istəmək, accept gözləmək, would like o da istərdi mənasında, tell demək, ask xahiş etmək, soruşmaq, allow icazə vermək, müraciət etmək, order təklif etmək, advise məsləhət vermək, permit icazə vermək, know bilmək, tanımaq, teach öyrətmək. Yəni bu feilləri biz əgər cümlədə görsək, mütləq ondan sonra to verməliyik. Məsələn, diqqət edin. Yenə də iki feil Tom sözü, yəni burada mürəkkəb tamamlıqdır. Çünki o iki feilin arasında işlənmişdir və testdə diqqət edin. Tom burada sağda və solda feil alıb want və read. Ona görə mürəkkəb tamamlıq götürürük. She wants Tom to read at the lesson. Və fikir verin. İkinci tərəfdə olan feilimiz read, want'un tələbinə görə istifadə olunub. Want özündən sonra to-lu məzdər tələb edir və feilimiz to read şəklindədir. Eyni ilə digər feillərə də bu şamil olunur. Məsələn, cümlənin tərcüməsinə də diqqət edək. She wants Tom to read at the lesson. O Tomu dərsdə oxumağını, yəni dərs oxumağını istəyir. Dərsdə nəyi? Dərsdə oxumağını. O zaman bu eyni qaydanı digər feillərə də eyni şəkildə tətbiq edirik. Fikir verin. Accept to, ask to, tell to, bunlar hər biri to-lu məzdər alır. Və o zaman indi hal-hazırda dediklərimi gəlin birlikdə testdə tətbiq edək. Məsələn, 30 nömrəli testdə diqqət edirik. Birinci cümləmizdə biz allow feilini görürük.
Dikkat edin, allow fiilini avtomatik olarak indi size gösterdiğim cədvəldə qeyd olundu ki, allow 3-cü kateqoriya fiilidir, to'lu məstər alır və avtomatik cavabımız E variantı, yəni düşünmədən. 31 nömrəli testə diqqət edirik. Birinci cümləmizdə make-in keçmiş zamanda olan forması made-i görürük. Və mən əvvəldə qeyd etdim ki, birinci tərəfdə gələn feilimiz zamana görə dəyişə bilər, amma ikinci tərəf heç bir halda zamana görə dəyişmir, kəmiyyətə görə dəyişmir. Birincinin tələbinə görə sadəcə biz nəyi düşünürük? Harda ing, harda sıfır, harda to. Və let make feili bilirik ki, sıfır. Feili ve sıfır şeklinde, yani şəkilsiz, tuzsuz, ing-siz, sadə şəkildə. Və ikinci tərəfdə zamanı da feel, felt deyə dəyişə bilmərik. B də yanlışdır. A və B variantı arasında qaldıqda isə A və C variantı arasında. İkinci tərəfi birincinin tələbinə görə seçirik. This situation made me feel və feel də özündən sonra hiss etmək feilidir. Əqli zihni qabiliyyət bildirən feildir. İkincini əsasən də üçüncü feili təyin edirik. Feel də özündən sonra ya sıfır ya ing alar. Təbii ki, testdə ing hal-hazırda verilməyib. Sıfır olan forma əlbəttə ki, C variantındadır. The situation made me feel relax and forget my problems. Yəni bu vəziyyət, yəni bu situasiya məni rahat hiss eləməyə vadar elədi və mən problemlərimi unutdum. Yəni mənim problemlərimi unutmağa və rahatlanmağa məni vadar etdi. 32 nömrəli testə baxırıq. Burada biz heard feilini görürük. Eşitmək, hissəyəcan, əqli zehni qabiliyyət bildirən feillər sırasındadır. İkinci kateqoriya. Biz bilirik ki, ikinci kateqoriyada yalnız sıfır, bir də ing var. O zaman sıfır və ing olan feilləri seçək. Deməli, 1 doğrudur və 2 doğrudur. Elə C variantımız doğru variantdır. 33-cü testə diqqət edirik. 33-cü testdə nöqtədən əvvəl let görürük. Let özündən sonra və sıfır alır. Yəni tuzsuz, essiz, idisiz, ing-siz. Sadə, yəni A variantı doğrudur. It was late, so my father didn't let me watch the film. Çox gec idi, atam mənə filmə baxmağa icazə vermədi. Nəyə icazə vermədi? Filmə baxmağa artıq mürəkkəb tamamlıqdır. 34 nömrəli testə diqqət edirik. Everybody Samir the game və burada artıq tərcüməyə qaldıqda hər kəs yəni istəyir ki, Samir oyunda qalib olsun. O zaman diqqət edirik. Bilirik, everybody təkdədir və biz onu tək xəbər şəklində ifadə edə bilərik. Everybody want deyil, tək olduğundan wants deyə bilərik. O zaman A və Y yanlışdır. Və digər məqamlara diqqət edək. Want həmişə özündən sonra üçüncü kateqoriya olan feillər sırasına daxildir. To-nu tələb edir. Elə doğru variantımız C-dir. Everybody wants Samir to win the game. 35 nömrəli testə diqqət edirik. Jack a fire in his hands. Yəni Jack ocaq qalayanda, yəni od yandıranda əlini yandırdı. O zaman make feilinə diqqət edirik. Make late feili özü dəyişə bilər zamana görə, amma digər feili birinci növbədə o sıfır şəklində alar. Şəkilsiz, idisiz, məsələn, B yanlışdır. Tuzsuz, E yanlışdır, A yanlışdır. Qalır 2 variant. Make it yoxsa make it. O zaman Jack he'dir. He, she, it olanda feilimiz indiki zamanda S alır. Doğru variantımız C variantıdır. 36 nömrəli testə diqqət edirik. The customer didn't meet to wrap the present. Və diqqət edin. Biz bu testləri yazarkən bəzi hallarda nöqtədən sonraki məqama diqqət edirik. Nöqtədən sonra əgər feilimiz to wrap şəklində to'lu məstərlə verilibsə, artıq biz bilirik ki, 3-cü kateqoriya olan feillər olmalıdır. C 2-ci kateqoriyadır. Onlar ya sıfır ya ing alar. Və diqqət edirik. Let make 1-ci kateqoriyadır. Onlar sıfır alar. Watch özü də yanlışdır. Watch ya sıfır ya ing. Ona görə doğru variant A'dır. Want 3-cü kateqoriyadır. Feili to ilə qəbul edir. 37